Azərbaycanlı gəmi kapitanı Litvada vəfat edib. Ölkə AZın məlumatına görə 52 yaşlı Əhmədov Elşən Nadiroğlu Türkiyə bayrağı altında üzən gəminin kapitanı olub. O, Misirə gedərkən yolda atası Nadir Əhmədovun ölüm xəbərini alıb. Həmin vaxt gəmi Baltik dənizində üzürmüş və Litva sahillərinə yan alıb. Elşən Əhmədov Azərbaycana qayıtmaq məqsədi ilə göyərtəni tərk edib. Atasının yasında iştirak üçün vətənə gəlməyə hazırlaşan kapitanın vəziyyəti qəfildən pisləşib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Elşən Əhmədovun meyidi hazırda Litvada morqdadır. Onun cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür. Qeyd edək ki, mərhum Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayırdı. Allah rəhmət eləsin. Lənkəran Dövlət Universitetinin tələbəsi vəfat edib. Birinci kursu bitirən Mirəkbər Muxtarov dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Goranboy rayonunda yük avtomobili qəza törədib. Şaqman markalı yük avtomobili yoldan çıxaraq aşıb. Nəticədə sürücü 35 yaşlı Vüsal Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Qəzaya yük avtomobilinin əyləc sisteminin işləməməsi səbəb olub.